Salam əleykum, əziz vətəndaşlarım, əziz izləyicilərim. Mən sizdən xahiş edirəm, bu videoya yaxşı-yaxşı baxın və deyin ki, mən düz deyirəm ya yox. Mən özüm internatda böyümüşəm. Özdə anam, atamla ayrılıb, kiçik qardaşım, Qarabağda həlak olan qardaşım anamda qalıb, mən atamda qalmışam. Sonra anam eşidib ki, atam rəhmətə gedib, gəlib internata məni götürüb və deyib ki, sən mənim oğlumsan. Mən də qəbul elədim. 9 ay məni gəzdirib bu ana öz qarnında, əziyyət çəkib. Mən necə imtina bilərəm? Amma 16 yaşındacan belə gedib gəlmirdim. Ona görə məndən başqa 5 dənə də uşağı vardı, əziyyət çəkirdi, nə bilim, tək qadın idi. Nəysə, sonradan 16 yaşım tamam olanda onlara köməklik elədim, evdə aldım, yəni 2 yerdə işlədim, həm zapravkada, həm peşə məktəbində oxudum. Gör, mən necə oğulam. Amma sonra ailə qurdum xalam qızı ilə, Aliyeva, Məmmədova Xalidə Mirzəhmət qızı. Ondan 2 uşağım oldu. Mənə də hökumət tərəfindən, uşaq evindən bir otaqlı ev verilib. İndi vəziyyət pis olub. 2001-ci ildə cəmaət didərgin düşüb, kişilər didərgin düşüb, arvadlar qalıb Azərbaycanda, kişilər gedib Rusiyaya pul qazanmağa. İndi hamısı gedib qazana bilməyib ki. İndi mən də getdim, orada Sovet pasportu ilə getdim. Vaxtında qayıda bilmədim, məni çox incitdilər. Mən orada mübarizələr elədim, insan hüquqlarına xilas elədim, milyonlarla insanları bir mən tək o boyda Rusiya ilə mübarizə elədim. Bir prezident, bir insan hüquqları, bir qırmızı xaç bunu həll eləyə bilməzdi. Amma mən qəhrəmanlıq elədim. Düz 9 ildir, 8 ildir gələ bilmirdim evimə, məni incidirlər. Daha oradan müraciət elədilər mənim oğluma, qızıma ki, ailəmə ki, Atos biz vəziyyətdədir ki, rejiminə. Siz köməklik eləyin, Atos gəlsin. Yox, 2004-cü ildə bunlar gör necə vicdansız evladlardır. Mənim öz uşaq evimdən məhkəmə yolu ilə, Nizami rayonunun məhkəmə yolu ilə çıxardıblar. Atanı, gör mən onlara necə baxmışam. Elə olub günə 100 rubl o vaxt xərcləmişəm, qazanmışam, kərpic zavodda işləmişəm, zapravkada işləmişəm. Yəni yaxşı pul qazanmışam. Elə olub mən 3000 4000 evə pul gətirmişəm. Onun yoldaşımın adında 27.000 rubl pul batıb. Mən 1 manat özümdən götürməmişəm. Mən gələndən sonra məndən boşanıblar. Yəni ev verilməsin. Mən də yazığım gəlib bağışlamışam. İndi uşaqlar balacadır, qanmırlar, 22-24 yaşları var. İndi mən şikast olmuşam. Qalmışam küçələrdən. Nə aliment vermək istəyirlər. Məhkəmədə üzümə durub ki, mənim uşaqlarım var, dördüm. Bəs mən sənin aton dördüm, sən mənim uşağım dördüm. Mən sənə necə baxmışam, sən də mənə belə baxmalısan. Üzümə durub, bir dənə imtina eləmirlər məndən ki, məni sığınacağa yerləşdirsinlər. Bu necə vicdansız, özü vəzifədə işləyir. Neft ayrımada təhlükəsizlik müdürü. Bəlkə 3000-4000 manat maaş alır, amma atasına 100 manat canı çıxır verməyə. Bu biabırçılıqdır. Mən xahiş edirəm. İndi mən bu vəziyyətdəyəm. Qardaşım şəhid olub, özüm şikastam, evim eşiyim yoxdur. Qalmışam küçələrdə, müraciət edirəm. Onlar bir dənə ataya köməklik eləmək istəmirlər. Bu necə vicdansız evladlardır. Həm də üzümə dururlar ki, məhkəmədə sən anamı söymüsən. Məhkəmədə video var, zad var. Sənin keçmiş yoldaşım məni təhqir eləyib, söyüb, utanmaz məhkəmədə, o biri məhkəmədə deyir ki, mənim anam infarkt keçirib. Az ürsün, az qışqırsın, az bağırsın. Onu 2 dəfə məhkəmə bir dəfə xəbərdarlıq elədi, 2-ci dəfə çıxartdı. Əgər mən günahkar olsaydım, məni çıxardardı. Məhkəmə zalında söymək olar, biabır eləmək olar. Mənim vəkilim ola, vəkilim durub bir kəlmə söz demir. Bu biabırçılıqdır. Mən xahiş edirəm, bu prezident administrasiyasına, Milli Məclisdən, Nazirlər Kabinetindən bu işi araşdırsınlar. Mən nəyə görə küçədə qalmalıyam, mənim evimi oturub zəbt eləməlidirlər bu əclaflar? Alsınlar mənim evimi versinlər, getsinlər kirayədə qalsınlar, yaxşı maaş alır.
Hamısı da işləyir, yalandan məhkəmə gəlib deyirlər ki, işləmir heç bir yerdə. Aliment almır. Nə oldu? Ancaq mənə aliment verirlər, heç kimə aliment vermirlər. Xahiş edirəm araşdırın, cəzalandırın onları. Çox sağ olun.